Hətta mən gizli məşğələlərə getdiyim günləri xatırlayıram. Ata tədbirdən çağırıblar, ata müəllim çağırıb, ata sumkamı qalıb. Yəni nə var 1 saatlıq gedib məşğələ keçib dala qayıda bilim deyə. Qəbul olduğum, hətta qəbul olduğum il 8 ay danışdırmadı ki, sən qəbul olmusan. Bir növ biləndə öz dediyini mənə yeritdin, qəbul oldun, getdin oxudun, amma Sabirabaddan qatılmışam, Kərimli Mirvari. 2021-ci ilə qədər Sabirabadda yaşamışam. Hələ də yəni orada arada yaşayıram. Daha sonra 2018-ci ildə qəbul olmuşam. Təhsilim tam ortadır. Qiyabi təhsil almışam. Yəni tam tələbəlik yaşamamışam, çünki 2019-da artıq karantin düşdü və ondan sonra da getmədik. Yəni onlayn Zoom formasında dərs keçdik. Məktəbimiz kənd üzrə ən güclü məktəblərdən biridir, amma yəni onunla belə zəifdir. İl ərzində məsələn ən çox qəbul olan il bizim il oldu. Hansı ki, tək bizim sinifdən 8 nəfər qəbul olmuşdu. Çox zəif qəbul var. Çünki əsas da xanımlara şərait yaratmırlar. Mənim anam çox dünyagörüşlü qadındır. Yəni məni təhsil formasında yönləndirməkdi, gələcəyimlə bağlı planlardı, hamısını yəni o eləyib. Yəni hətta mən gizli məşğələlərə getdiyim günləri xatırlayıram. Hansı ki, o günlərdə ata tədbirdən çağırıblar, ata müəllim çağırıb, ata sumkamı qalıb. Yəni nə var 1 saatlıq gedib məşğələ keçib dala qayıda bilim deyə. Qəbul olduğum, hətta qəbul olduğum il 8 ay danışdırmadı ki, sən qəbul olmusan. Bir növ biləndə öz dediyini mənə yeritdin, qəbul oldun, getdin oxudun, amma yəni oxumağım ən birinci anam, daha sonra isə əmim sayəsində oldu. Hansı ki, mənim qeydiyyatımın bitməyinə 6 saat qalmış, əmim məni Sabirabaddan Bakıya çatdırdı. Bilmirəm bu niyyədir, böyük qızlarda dələylik edirlər. Hə, növbətdə mən bacım tibb oxuyub, yəni Sumqaydın özündə həyani formada oxudu. Mən çox sevindim bu layihə üçün. Bu layihəni mənə yönləndirən xalam qızıdır. Göndərdi ki, Mirvari qeydiyyatdan keç, biz də keçmişik. Bu hətta qrafik dizaynın ideyasını da onu mənə verdi. Çünki mənim bir referansım yox idi. Fikirləşirdim, söhbət edəndə deyirdim ki, artıq özümə bir ixtisas istəyirəm, bir peşə istəyirəm. O interyer dizaynerdir. Mənə dedi ki, sən qrafik dizayn üzrə gedə bilərsən. Əl sənətin bacarığın var. Mən qoşuldum, sağ olun, siz də qəbul etdiniz, gəldik. Buradayıq, artıq 2 gündür dərs keçirik. Çox gözəl, çox əyləncəli dərsdir. Müəllimimizə təşəkkür edirəm. Sizin ailəniz. Bəli, bir uşaq arasıyam. Bir övladınız da var, hətta möhtəşəm. Deməli, övladda əngəl deyil əslində. Xeyr, yəni çətinlik çəkirəm. Günlərlə, hətta gün olub ki, 20 gün, 1 ay mən uşağımı görməmişəm, amma ki, davam edirəm özümü inkişaf etdirməyə. Çox təşəkkür edirəm. Sağ olun, təşəkkür edirəm. Buyurun. Var. Çox sağ olun.